Əli əleyhissalam söyləyir, yaxşılıq etmək əbədi ehtiyatdır. Qiyamət gününün ehtiyatıdır. İmam Sadiq əleyhissalam söyləyir, cənnətə ilk daxil olanlar yaxşılıq edənlər olacaqlar. Yaxşılıq və ehsan et. İstər ona layiq olana, istərsə də ona ləyaqəti çatmayana. Çünki yaxşılığa layiq olmayana yaxşılıq etsən, yaxşılığın fəzilətini qazanmış olar insan. Kim möhtac olana sədəqə versə, onun mükafatını Allahdan alar. Əgər bir sədəqə 40 insanın əlindən keçib möhtacın əlinə çatsa, onların hamısına tam əcr düşər. Quran Ali İmran surəsinin 104-cü ayəsində buyurur: İçərinizdə yaxşılığa dəvətə çağıran, xeyirli işlər görməyi, pis əməlləri qadağan edən bir cəmaat olsun. Bunlar həqiqətən nicat tapmış şəxslərdir. Peyğəmbər əleyhissalam buyurur, hər kim yaxşı işlərə çağırıb və pis işlərdən çəkindirərsə, Allahın və Peyğəmbərin yer üzündə canişinidir. Yaxşı işlərə dəvət etmək insanların gördüyü ən üstün işdir. Ümumiyyətlə, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək nə kimsənin əcəlini yaxınlaşdırıb. Əli əleyhissalam buyurur, hər kim öz yaxşılığını tamamlayıb, inkişaf etdirməsə, onu məhv etmişdir. İnsan hər bir yaxşı əməli uca tutmalıdır. Yaxşılıq insan ömrünü uzadar və insana xeyir-bərəkət gətirər. Allah Quranda Maidə surəsinin 2-ci ayəsində söyləyir: Yaxşılıq və pəhrizkarlıqda əlbir olun. Günah və təcavüzkarlıqda köməkləşməyin və Allahdan qorxun. O ağır cəza verəndir. Peyğəmbər əleyhissalam söyləyir, yaxşılıq ömrü artırar. Ehtiyacı gizli saxlamaq, sədəqəni gizli vermək, ağrını gizlətmək və müsibəti gizlətmək yaxşılığın xəzinələrindən sayılır. Hədislərdə var, yaxşılıq edənin 10 nişanəsi var. O Allaha görə sevər, Allaha görə düşmənçilik edər, Allaha görə yoldaş olar, Allaha görə qəzəblənər,